Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məmmədoğlular servisin arxası hissəsində 203 nömrəli marşrutdan hardasa 200 metr məsafədə 2 sotun içində şəxsi inşa olunmuş hardasa 10 daş kürsüdə 3 otaqlı bir evimiz satışa çıxıb. Həyət evimiz. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Bu yer, yəni yoldan çox hündür yerdə yerləşir. Demək, qupquru yerdir. Baxın, bir dənə qamış yoxdur. Hamısı, görürsünüz, tikancat, bax belə quru ərazidir deyə. Yəni, qətiyyən nə qamışlıq zat yoxdur. Gül kimi yerdə yerləşir, hündür yerdə yerləşir. Bax, bu hissəsində göstərirəm. Baxın, qupquru torpaqdır. Görürsünüz, nəmişlik yoxdur. Atmalar, 5-20-dən atmalar atılıb, reykalar vırılıb, yəni üstündən, bax, görürsünüz, hamısı 40 santıdan işlənib. Fikir verin, ev sahibi özünə tikib bu evi. Diqqətlə baxın, üstünə də dik vırılıb, sonra laminat vırılıb. İndi içəridə göstərəcəm. Bütün sistemlərdə, baxın, görürsünüz, şlanqın içindən də gedib. Yəni, hər şey nəzərə alınıb burada, hörmətli izləyicilər. Ev qurqabı qoşa daşdır. Yenə ehtiyat üçün, nəmişliyin qabağına olmaq üçün burada tol vırdırıb. Bax, görürsünüz, bunlar da hamısı qoyulub ora. Yəni, gələn adam özü görəcək. Betondur. Baxın, bir dənə. Betona söhbət, bax, burada fundament, səliqəli fundament vırılıb. Perqarotkalarına belə hamısı atılıb. Ev həqiqətən çox səliqəli, səhmanlı bir ev tikilib. Yəni, bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Baxın, baba fundamentidir. Keçən evin içindən tanışaq. Həyəti də bir dənə çəkin. Bir sot rahat həyəti var. Quru ərazidə yerləşir. Keçirik buradan evin içinə. Bax, burada bir dənə ilə çox işlər qalmayıb, hörmətli izləyicilər. Qapılar qalıb, yüngülvari işlərdir. Mətbəxdir, yığılıb. Mətbəxi hardasa 14-15 kvadrat olar. Aboylar vırılıb, sistemlər hamısı çəkilib. Bir dənə burada alan adam qapı qoyduracaq. Yəni, bunu nəzərinizə çatdırım ki, onda gəlib özü istədiyi qapını seçə bilərlər. Sanuzellə hamam, sanitar qovşağı ikisi ayrı-ayrıdır. İstibordu sistemləri, kollektor da orada qoyulub. Burada hamamıdır. Göz hörmətli izləyicilər, ev sahibi hamısının ayrı-ayrı. Belə çox sərgəli ev işlədir, bütün hər şey qaydasındadır. Bura qonaq otağıdır. Təxminə hardasa 73-80-i 6 metreye olar. 24 kvadrata yaxındır. Bir yataq otağı geniş buradadır. Təxmin harcı 380'i 4 metreye olar. Pəncərələr tam işıqlıdır, havalamaya uyğundur, raşotkalar qoyulub. Evdə həqiqətən çox gözəl işlənib, yəni səliqəli, səhmanlı bir evdir. Bir dənə qapılar qoyulmalıdır. Bu otaq da genişdir. Yəni burada uşaq otağıdır, hardasa burada 14 kvadratdır. Otaqları həqiqətən çox geniş, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, yenə qeyd edirəm. Şəxsi inşa olunmuş bir ev olur. Görürsünüz, pəncərələrdə tam raşotkalar qoyulub, hasarın içindədir. Hasardan da hardasa 1 metr bəridir, 1 metr bəridir. Yəni, öz hasarın içindədir. Yəni, heç bir evə maneçiliyi yoxdur. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Sənədi, bələdiyyə sənədidir, qərarıdır. Bunu da nəzərinizə çatdırım. Qaz, su, işıq hamısı qoyulub. Bir müddət bunu mən çəkəndə qazı, su, işığı, kommunallar qoyulmamışdı. İndi bax, yenə də çəkişlədim. Qazın, suyun, işığın, şotçikləri hazırdır, qoyulub. Bunu nəzərinizə çatdırım. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti belə vəziyyətdə 88 mindir. Qapıları gələn adam özü də ala bilər, ya ev sahibi də o necə qiymətlərini danışıqdan asıldır. Əvvəl biz 90 minə qoymuşduq, qaz, su, işıq, şotçiklər hələ qoyulmamışdı, ev sahibi sənədləri vermişdi, indi hal-hazırda qoyublar. Bunu da nəzərinizə çatdırım. 88 min stat qiymətli, real alıcı olsa endirimi birbaşa sahibi ilə danışacaqsınız. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Ev həqiqətən almaq istəyən üçün ən məsləhətli bir evdir. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik.